Herkese yağışlı payız səhərindən salam olsun. YouTube kanalıma xoş gəlmisiniz. Bugün uşaqları məktəbdə və bağçada olan ananın bir gününü sizinlə paylaşıram. Əslində bu videonu cümə günü paylaşmaq istəyirdim, ancaq həftə içinə saldım ki, bəlkə sizlərə də fikir olar. Cümə günü həftənin sonuncu dərs günü, sonuncu iş günü olduğuna görə elə düşünürəm ki, şənbə və bazar günü ailə günüdür və bu gün uşaqlar evdə olur, bütün ailə bir yerdə olur. Ona görə də mən bu günə cümə gündən hazırlaşmağa başlayıram. Həmin gün uşaqlar evdə olduğu üçün və mən bütün günümü mətbəxdə keçirməmək üçün cümə günü uşaqlar bağçada və dərsdə olarkən bütün işlərimin hər birini həll edirəm. Həftə sonları bəzən hava yaxşı olur və uşaqlarla harasa getməyi planlaşdırırıq. Ona görə evə qayıtdığımız zaman evdə hazır yemək olmağı məni çox xoşbəxt edir. Çünki hardansa yorğun qayıdıb mətbəxdə nəsə hazırlamaq bəzən çox yorucu ola bilər. Aldıqlarımdan iki məhsul haqqında danışmaq istəyirəm. Birincisi bu balqabaqdır. Bu növdə, bu sortda balqabağı birinci dəfədir ki alıram. Balqabaq supu hazırlayacağım. Ümid edirəm ki, yaxşı olar. Qısa videolarımda da bunu video resept şəklində görə bilərsiniz. İkincisi isə düyüdür. Burada yaşadığım müddət ərzində bir çox düyüdən istifadə etmişəm. Ancaq dadı, ətir baxımından ikinci bir düyü tanımıram. Bu düyüyə çatacaq. Moskvada, Rusiyada yaşayırsınızsa və marketlərdən əldə edə biləcəyim, sizin də istifadə edib razı qaldığınız bir düyü firması varsa, mütləq rəy bölməsində yazsanız çox minnətdar olaram. Və mən keçirəm həftə sonu hazırlığına. Əvvəlcə sırnik hazırlayıram. Sırnik bizim evdə çox sevilir, ən çox da kiçik oğlum sevir. 540 qram orta yağlılıqda kəsməyin üzərinə 2 ədəd yumurta, yarım stəkan şəkər tozu və 1 paket vanilin əlavə edib qarışdırıram. Qarışımın üzərinə 2 stəkan un əlavə edib qarışdırmağa davam edirəm. Ümumiyyətlə istifadə etdiyiniz unun keyfiyyətindən asılı olaraq bu miqdar biraz az və yaxud da ki çox ola bilər. Ona görə unu hissə-hissə az-az əlavə edib qarışdırmağı məsləhət görərdim. Taxtanın üzərinə bir qədər un əlavə edib hazırladığım qarışımdan kiçik hissələr, topçuqlar hazırlayıram və unun üzərində forma verməyə başlayıram. Sırniklərin hər tərəfini unlamağı yadınızdan çıxartmayın, yapışmaması üçün. Mən forma verərkən iki üsuldan istifadə edirəm. Biri bu cür bıçaq yardımı ilə, biri isə stəkan yardımı ilə. Stəkan yardımı ilə də çox asan olur, ancaq kənarlarını yenə də bir qədər bıçaqla düzəltməyinizi tövsiyə edərdim, əgər belə ideal, gözəl sırnikləriniz olmağını istəyirsinizsə. Və bu şəkildə hazır olduqdan sonra hər hansı bir dondurucuya girəcək bir qabın üzərinə yerləşdirirəm və dondururam. Bu şəkildə həqiqətən çox asan da olur. Çıxardıb hissə-hissə bişirib nuş edə bilərsiniz. İndi isə keçirəm salatımı hazırlamağa. Bilmirəm bu salatı paytaxt salatı adlandıra bilərəm yoxsa yox. Çünki tərkibini biraz fərqli edirəm. Bilmirəm siz də belə edirsiniz yoxsa yox. Ancaq bu şəkildə də dadlı olur. Əslində salatın tərkibi hər birinizə məlum olan ərzaqlardan ibarətdir. Sadəcə olaraq mən bugün ət yerinə içərisinə səskə əlavə edirəm. Bunu kolbasa ilə də hazırlayıram. Kolbasa ilə də çox dadlı olur, ancaq bu dəfə səskə olduğu üçün onunla hazırladım. Bu arada kartoflarım mənim bir qədər əzilir və yaxud da formasını itirir, doğrayan zaman bir-birinə yapışır. Əslində bunun yaxşı bir üsulunu tapmışdım. Kartofları çiğ vəziyyətdə yaxşı soyub təmizləyəndən sonra xırda-xırda qub-qub doğrayıram və o şəkildə bişirirəm. Və qədərində bişirdiyim zaman kartoflar bir-birinə yapışmır və salatın içərisində də çox gözəl görsənirlər. Mütləq bunu gələcək videolarımın birində paylaşıb göstərəcəm sizlərə.
Və ən sonda adəti üzərinə şüyüdü xırda-xırda doğrayıb salatın içərisinə əlavə edirəm və mən yaşıl qaroqla birlikdə içərisinə şirin qarıdalı da əlavə etməyi çox sevirəm. Duzunu, istotunu, mayonezini əlavə edib qarışdırıb soyuducuda 1-2 saat dinləndirirəm və artıq yeməyə hazırdır. Və mən artıq keçirəm 3-cü qəlinaltımı hazırlamağa. Bu hər kəsin sevimlisi blinçikdir. Mənim böyük oğlum çox sevir bunu və bişirdiyim zaman biraz artıq bişirirəm və dondurucuda da bir hissəsini saxlayıram. Bir ədəd soğanı yağın içərisində qovurub üzərinə 400 qram farş əlavə edib ikisini bir yerdə bişirirəm. Bununla paralel olaraq blinçik xəmirini də hazırlamağa başladım. 2 ədəd yumurtanın üzərinə 1 cimdik duz əlavə edib qarışdırıram. Üzərinə 250 ml-lik stəkanla 1-2 stəkan süd və 1 stəkan su əlavə edirəm və üzərinə 60 ml bitki yağı əlavə edib qarışdırıram. Və təxminən 1 stəkan yarımını üzərinə əlavə edib qarışdırıram. Ara sıra içliyi qarışdırmağı da unutmuram və mən blinçiklərimin xəmirini bu cür gördüyünüz tavada bişirəcəm. Tavama gülməyin, çünki bu tavanın üzərinə ikinci bir tava tanımıram blinçikləri yaxşı bişirməkdə. Tavamı yaxşı qızdırıb içərisini çox az bir şəkildə yağlayıram. Çox yağlamağa ehtiyac yoxdur və bu şəkildə qarışımdan əlavə edib bişirirəm. İçliyimin də duzunu, istotunu əlavə edib altını keçirdirəm. Bu ölçülər ilə məndə 16 ədəd belə blinçik xəmiri alındı. Artıq soyuyan içliyin içərisinə də göyərti əlavə edib qarışdırıram və artıq hər biri soyudu və başlayıram blinçiklərimi bükməyə. Və bu cür saxlama qablarına əlavə edib soyuducuda saxlayıram. Və mən artıq keçid edirəm sonuncu yeməyimi, daha doğrusu sonuncu polfabrikatımı hazırlamağa. Bu souslu toyuq qanadlarıdır. Sous üçün şirin ketçup, soya sosu, paprika, sarımsaq tozu, istiot və bir qədər duzdan istifadə edirəm. Əslində sousun miqdarı toyuq qanadlarının miqdarına uyğun olmalıdır. Belə ki, mən istifadə etdiyim toyuq qanadlarının kütləsi 1 kiloqram yarımdır. Sousu qanadların üzərinə əlavə edib qarışdırıram. Bu arada qarışdırmaq üçün heç də düzgün qab seçməmişəm. Siz mən elədiyim səhvi eləməyin. Artıq sousla toyuq qanadlarını birləşdirdikdən sonra təxminən 1 saat marinə edirik və marinə olmuş toyuq qanadlarını bu cür paketlərin içərisində ağzı bağlanan paketlərdir bunlar. Bunları dondurucuya atmaqda çox asandır. Mənim toyuq qanadlarım 20 ədəd idi və mən onları 2 hissəyə böldüm. Hər bir paketə 10 ədəd yerləşdirdim. Bu şəkildə hazırlamaq çox asandır. Dondurucudan çıxartdığınız zaman 1 saat ərzində otaq şəraitində qalır və buzu açıldığı zaman sobaya yerləşdirirsiniz. 35-45 dəqiqə ərzində artıq xırçıltılı toyuq qanadlarınız hazır olur və mən bu cür üzərinə tarixini də qeyd edirəm ki, artıq vaxtı keçməsin, tez bir zamanda istifadə edib bitirmək üçün. Həqiqətən çox dadlı olur. Yanında kartof püresi, kartof qızartması ilə, düyü ilə, makaronla həqiqətən çox gözəl bir axşam yeməyi əldə edə bilərsiniz.
Və belə artıq mənim həftə sonu hazırlığım tamamdır. Mənə həqiqətən bu cür hazırlamaq, əvvəlcədən hazırlamaq çox asan olur. Ümid edirəm ki, videom da sizlər üçün faydalı olar. Bütün işlərimi bitirdim və artıq kiçik bir çay fasiləsi verə bilərəm. Videomu sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm. Dəstək olmaq üçün kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın.